Rəşanə gələrsən, gəlin. Gəl bakalım, bax. Sağ ol. Hayır. Sadık ol şey. Salam ben tutarım. Anlamıyorum. O da gelsin ha. Yedi bakmazlar. Arabamın tanıtı Ben dostlarımıza her zaman yaptım. Çekilgen sağ ol. Ama sen de bilirdim biraz bilirdim. Yok. Desin əli boş gəlmiş. Vallahi. Məhvəki öldürmək lazım. Yox, mən əli boş gəlmir. Mən hədiyyə verdi. Burası deyir hədiyyanın adını çəkir. Yox, biz görmüşük. Biz nə görmüşük? Sen beni sudan çıkartma. Sudan böyle çıkartma. Ben diyeceğim neyeceğim. Xanımın gəlişi bizim üçün elə hər şey demək. Roza xanım bizim el gözümüzdür, təmkini var. Bizə gəlmə, mən Roza xanımın böyük dedim, sağ olsun, sözünü yerə sarılıb gəldim. Ben çok hoşum. Bugünler istersen gelip saat 7'de geleceğim. Dedim yok. Sen yok. Sen böyle işim yazışır. Ona göre ben yaxın insanlarıma her zaman cevap yazdım. Mənə də deyirlər, yaxşı görürsən biraz sağ ol. Yadına saldı. Mən də düzdəki nədərdirimiz amma qaça-qaça dostum. Bu şad gündə gəldim. Çünki doğrudan da bizim üçün sevindirici. Bütün sənət yoldaşlarımızın, yəni estrada, pop, muğam, aşıq sənəti heç bir fərq etməz. Uğurlu addımları bizim üçün baş qaldı. Qədimli qaldı. Əsas qədimli ifadəsini saxlayıram, geyimdə yox. Qədimli ifadda. Amma gözünə Ha, dəhşət. İnşallah onu edirsən. Bilmək olar, niyə? Yəni xanımlara yaş demək yaxın olmaz, amma bəylər hər halda yaxın demək daha gözəldir. Yaş nə qədər yaş, namı qarasıqırı deyirik, hər il gəlir yaşda yaş qodarlar. Amma mən elə deməzdim. Hər il yaşın üstündə yaş gəldiksə adam ucalar. Get-gedə dünyanın daha çox dərindən dərk edir. Nə bilim, bax, belə də. Mənim 30 yaşım. Təbrik edirik. Gördüyük deyəsən ad doğum gününüzə bir dənə maşın hədiyyə edirlər. Bilmək olar ki, kim hədiyyə edir? Yox, mən valla maşın mənim xoşum gəlmir. O kişiyə nəsə bir hansısa bir hədiyyə olar, bir doğum günündə bir asqalon mu deyim, bir dənə nə bilim hansısa bir dənə gül mü deyim, nəsə bir şey, bir qılınç mı, bir uşaq mı, xəncərdə kişiyə belə şeylər mən xoş verməsində hədiyyə olmaz. Belə bir şeylər olar.
Salam. Amma məsələn nə bilim kimsə gətirir, kiməsə nə bilim maşın nə bilim o aşklara aid deyil, kiməsə nəsə hədiyyə eləməyə bax belə bir şeydir. Mən bir neçə ildir məsələn bu incəsənət aləmindəyəm, bu Covid neçə də demək olar ki, qoxulmuşam. Mən olur çox vaxt metroda da getmişəm, tam cəmmi deyirəm. Ondan sonra canım iki dəfə bu maşınım da olub, onu sənə deyirəm. Sonra gördüm ki, qardaş, bu yerindən duran gedir kreditə bir maşın alır. O birisi bunu eləyir. Niyə görə mən dinləməyəm? Əslində bu maşını özümə hədiyyə edərəm. Roza xanım bəyən gedir, ona deyim, atayı mağazına deyim, teri versin, sonra gedir. O getmiş şöyle getir. Yox, bir atayı mağazına teri versin, sonra gedir. Sonra deyim, bir kəlmə söz gedir. Roza xanım, gedir. Tebrik ederim. Güzel sanatkarımız Aşkın Karadoğlu'nun güzel günün, az günün Salatan sevdim. Alkışlayayım ve onu tebrik ederim. Gün olsun 30 yaşının üzerinde de 30 yaş. Yazılışı yazmır. Yo, yazısı biz hamısı şəxsən tək-tək alırıq. Elə Görürüm. Ondan deyək sözlərinizi bırak. Hayır, elə üzünə deyildi olacaq. Qardaşlar sağ ol, sən gəlirsən qardaşlar gedirsən. Öpürəm. Yaxşı bir bu qardaşlar eləsin. Belə də. Doğum gününde olan sanatçılar namuslar. Aşkın sanatı qədim folklorumuzda, qədim canlıdır, qədim sanatdır. Azərbaycanın çox qədim canlılarından biridir. Aşkın Namik də siz də bildiyiniz kimi, biz də bildiyimiz kimi çalışqan aşıqlardandır. Özlərində daima çalışır, işləyir və axtarışlardadır. Çox tədbirə layiqdir, çox sevindirici olur. Və ona bundan da artıq yeni uğurlara imza atmağı arzulayıram. Və daha da bu gözəl janrı daha da inkişaf etdirməyində ona yüksək uğurlar arzulayıram inşallah. Bir Sehirli Barmaqlar albomu çıxdı. Həm düyün albomun təqdimatıdır. Hansı albomu çıxır? Sehirli Barmaqlar adlı. Evet. Siz gördünüz də yəni. Siz nələr dəyişdirərdiniz o albomda? Mən albomu görməmişəm, yalan da danışmıyorum. Bir yanlış bir fikir. Yəni musiqinin meyxanə necə olar bilər? Yəni musiqi qatmaq olar, amma bu janrın saxlamaq lazım. Bədavətən şeir demək, yəni onun öz gözəlliyi var ki, müəyyən sufə ədəbiyyatından üzvləri, Nəsimdə də filmində də görürsünüz ki, orada dərvişlər Nəsiminin qəzəllərini söylüyor. Yəni bizim janrda da müəyyən qaydada o əndazından kənara çıxmamaq. Yoxsa ona sən dur, adam var deyirsən, ağlıma gələni dinən, ağlıma gələni danış, ağzına gələni danış. Yəni bu yol verilməzdir, bu qəti yol verilməzdir, mən bunun əleyhinə. Müəyyən, yenə də deyirəm ki, o, məsələn, əruz vəzinə necə yenilik gətirə bilərsən? Bu bəhirlər, təhvilələrdir, müəyyən təhvilələr, müəyyən bəhirlərdir ki,
Yaxşı, yaxşı. Olmaq istəmirəm. İçində sorularınız varsa hazır olun. Mənim yanımda bir oxuda bilərəm. Məndən böyük. Deyir təbrik edirəm. Allah qədər. Bu barmaqlar bir basını Sənətçilər var, kimdən səhiyyə eləyir. Amma çox fikirləşdim ki, sən yaxşı bir tasvir edəm. Bir də fikirləşdim ki, öz aslında bir dənə sənətkar nə lazımdır? Sənətdə Mənim böyük ad günü münasibəti ilə Rozan xanım mənə xoş gəldiniz. Bundan güzel. Bura səni açıqlama. Sağ olun, biraz təbrik edirəm. Gədəbəy Arxivlər biriniz bunun sədri. Mən demək olar ki, bir 7-8 yaşım olaraqdan bu kişinin ansamblında iştirak eləmişəm. Prezident təqaüdçüsü Can Canan. Yəni demək olar ki, 3 dənə bizim Azərbaycanda bir dəqiqə prezident təqaüdü alan aşıqlarımız var. Aşıq İskəndər Rüstəmov, Aşıq Ədalət Nəsibov və Aşıq Mahmud Məmmədov. Mənim ürək sözləriniz nə oldu? Mənim ürək sözlərim valla bugünkü gündə Natiq müəllimlə tər sevinir, Namik müəllimlə tər sevinir, mən ondan çox sevinirəm. Çünki bu mənim balaca körpəm olub o vaxtdan. Atası mənim dostum olub, ansambılımın üzvüdür. Özü də bu saat gəlib çatıb mənim ansambılımın üzvüdür. Mənim ansambılım Gədəbəy Xalq Aşıqlar ansamblıdır. Onu Ulu Öndərimiz 81-ci ildə Heydər Əliyev o ansamblı adı. Özünüz də bilirsiniz, yəqin ki bu yaxınlardan prezidentimiz Gədəbəydə Aşıq məktəbi açdı, məktəb. O da Aşıq İskəndərin fəaliyyətinə görə o məktəbi bizə ərmağan elədi. Mən də qardaşımın bugünkü ad gününü təbrik edirəm. Qardaşım çox gözəl sənətkardır. Qardaşım çox gözəl barmaqları var, gözəl oxumağı var, gözəl çalmağı var. Amma bir məsələyi qeyd edəcəm ki, bunun günahı da oradadır ki, hələ evlənməyib. Öpürəm inşallah. Görək də bəlkə bu mağazin verişlərindən sonra Allah Allah. Allah Gəlməyə mənə elə hər şey demək. Bundan yuxarı yox. Gedə səhərdə bəzi şeylər deyərlər. Səs gəlməsin içəri. Namik, qapını bağlayın, şöyle səsi gəlməsin içəri. Həsrət, həsrət, susqun, susqun. Gözlərimdən axan yaş alır məni ağuşuna, sel eləyir, əzizim. Mən ki qəmin havasına oynamazdım binadan. Hicran məni qəm sazında tel eləyir, əzizim. Bir qalxan var, bir enən var, bir də yerində duran. Bir döyən var, bir döyülən, bir də hiləsin quran. Bir biləydim dost yolunda, kim yorulan, kim yoran. Mən susuram, gileyimi dil eləyir, əzizim. Məclisinə dost tanışın qoşun qoşun gəlibdir. İlham tərim, söz dəftərim, ağlım, huşum gəlibdir. Aç qapını ay Namik, huzuruna 30 yaşın gəlibdir. Bu şərəfi sənin üçün el eləyir, əzizim. Bu şərəfi sənin üçün el eləyir, əzizim.
Əziz dostlar, bugün sayılıb seçilən show biznesimizin ən qalmaqallı, ən sözü düz deyən, ən sözdən qaçmayan və ən gözəl sənətkarlarından biri olan Namiq Fərhadoğlu'nun 30 yaşı tamam olur. Həm də gözəl bir albomu işıq üzü görür. Sehirli Barmaqlar da albomun adı. Mən arzu edirəm ki, Namiq bundan sonra heç olmasa ildə 2 albom çıxarda bilsin. Çünki onda o güc var, onda o enerji var, biz bunu bilirik. Mən istəyirəm öz qonaqlarını Namiq özü qarşılasın. Biz təbrik edirik. Çox sağ olun. Sözün əsl mənasında bu Nazlı xanımla bizimki tutur. Çünki bu da qorxmaz adamdır, həmişə sözün deyəndə. Bir səriflək də. Əziz qonaqlar, əziz dostlar, hər biriniz xoş gəlmişsiniz. Ən azından burada bizim qocaman aşıqlarımız, Aşıq İsfəndiyar, burada da Allah onlardan sağlığı versin, ədalətlər dağılır. Aşıq Ədalət Nəsiboğlu da gələcək və digər sənətkarlarımız Namiq Məna, Roza Zərgərli gəldi, getdi, nə bilim, çox sənətçilərimiz burada var, hamısı bir-birindən o mağazin verişlərində sözlərimiz deyəcək. Ən azından burada bir 5 kanal çəkir, bir 6 kanal çəkir, Allah köməyimizdə dursun. Demək olar ki, bu rekorddur. Aşağı bir kanal çəkir, amma sağ olsun bizim bu kanallar, mənə bir 6'sı gəlib çəkir, onların hər birinə, o kanalların rəhbərinə dərin təşəkkürümü bildirirəm ki, mənim konsertimdə gəlib bu qədər çəkirlər. İnşallah növbəti konsert, bu da açıqlama verirəm, Heydər Əliyev sarayında olacaq. Çünki hələ indiyənəcən heç bir aşıq Heydər Əliyev sarayında konsert verməyib. O rekordu, o imzanı mən atacağım inşallah. Çox sağ olun. Bu ilin axırında inşallah Heydər Əliyev sarayında mənim o da öz konsertim olacaq. Yenə dostlarımızın hamısı bir yerdə gələcək. Mən çox xahiş edərdim, mənim atam Aşıq Fərhad yaxınlaşdım bura. Çünki mənim ən azından bu sənəti mən o köylədib. Gəl atam, tamam. Bax mən, Allah, bu atam da, Allah bu kişiyə can sağlığı versin. Uşaq vaxtdan o mənə deyirdi ki, göd oxu prokuror ol. Amma mən oxu prokuror olmadım, aşıq oldum. Allah çox şükürlər olsun ki, hər oğul da atasının yolunu davam elətdirməz. Bax mən də atamın yolunu davam elətdirirəm. Qonaqlar xoş gəlib, bir kəlmə də mənim atam qonaqları xoş gəldin desin, sonra keçək musiqilərə, nə bilim, qonaqları təqdim edək. Bu qədər. Hər biriniz xoş gəlmişsiniz və mən bugün sevincimin həddi hududu yoxdur. Doğrudan da Namiq mənim etimadımı doğrultdu. Mən uşaq vaxtı deyirdim, o ağır qalım, gel oxu. Bir diploma, hansısa bir vəzifənin sahibi ol. Ancaq Namiq mənim tutduğum sənətə tutdu. Allah kömək olsun, mənim etimadımı doğruldu. Mən fəxr edirəm bugün Namiqin sizin kimi gözəl Aşıq İsfəndiyar kimi, Ədalət kimi, Dədə Ədalət kimi və bütün aşıqlar kimi gözəl ustaları var, gözəl sənət yoldaşları var. Və sizin kimi gözəl insanlar Namiqə qiymət verməyə bacarırsa mənim üçün böyük fəxrdir. Hər birinizə xoş gəldiniz deyirəm, xoş gəlmişsiniz, həmişə qədəmləriniz, bax belə ad günlərlə, toylara, şənlara, məclislər açılsın. Sağ olun, xoşbəxt. Teşekkür ederim. Bu bir ata xeyirduasıdır, biz də minnətdarıq. Amma Fərhad əmi, mənlə razılaşın ki, ömür mübarizə, ömür savaşdır. Namiq, evlənmək vaxtıdır, yaş 30 yaşdır. Artıq sənin limitin qutarır, xahiş edirəm evlənməyə. Əgər burada subay qızlar varsa, özünü qəşəng göstərməyə çalışsın. Bilmək olmaz, bəlkə bu gecə qız da qaçırtdıq biz hələ. Olar? Olar. Mən istəyirəm ki, ilk ifanı Namiq öz eləsin. Çünki məhz hamının ağlı başındaykən, mən baxdım süfrədə araqlar kremlindir. Onu içənin heç birinin ağlı başında olmur. Odur ki, nə qədər ki, insanların diqqəti bizə köklənib, istəyirəm Namiq birinci ifasını eləsin.
susturan da, dindiren de sen. Sineler üstünde naz eyle, naz, naz. Beni ağladan da, güldüren de sen. Ey boyu sürahi, beli ince saz. Senin kudretindir beni yaşadan. Varlığın ayırır pisi yaxşıdan. Niye yoktu senin tayın, yaşıdın? De, ne doğulubdu senden önce? Saz. Sende bir tezim var, söyle ne işti? Seni yaradanın yeri behişti. Çemenler donunu daim değişti. Ey gülü solmayan, zərif, gönçe saz. Dağların qarı da əridi getdi. Yarpaqlar torpaqda çürüdü, getdi. Dinsizlər yanından yeridi, getdi. Sən Tanrı bəxş edən nursan, məncə saz. Ey boyu sürahi, beli incə saz. Sinəsində saz gəzdirən bütün insanların qarşısında. Baş əyək. Bir dənə də burada bir dənə mən sırpınırdım Qaradəniz
baxıb Türkün bayrağına. Bunu mən sazda ifa edim, bu bizim bu mağazin verişlərdə salsın. Sonra qarşı gələcək. Sən bu... Bir de geçelim. Çok sağ olasın Namik. Namik sen bayaq deyirsən ki, atam mənə deyirdi ki, oxu prokuror ol. Amma mən sizi əmin edirəm, Namik'i yaxından tanıyan bir insan kimi. Namik düzdür, prokuror ola bilmədi, amma Namik çox gözəl kəşfiyyatçıdır. Bunu bilməyinizi istəyirəm. O hər bir şeyin, hər axan suyun altından gedən mayeni bilir. Ona görə də mənə elə gəlir ki, onun üçün oxumaq lazım deyildir. Məclisdə olan bütün insanlar, kimlər ki ellə işləyir, cəmaatla işləyir,
Onlar çox güclü psixologiyanı bilirlər. Namiq onların hamısından artıq bilir. Mən bunun özüm şahidiyəm. Çünki o bilməyən şeyə qurd düşər. Bax, mən bunu sizə deyirəm. Qonaqları gəlir deyə mən bilirəm Namiq hamını qarşılamağa gedir. Mən istəyirəm sizlərə bir neçə lirik şeirlər söylüyorum. Tamam. İlk söz Kamal'ın katledeyim. De. Tənha gecələrin qadınıyam mən. Ruhumu oxşama aya düşübdüm. Tanrı sevdaları paylayan zaman mənim sevgi payım çaya düşübdü. Soğuğun yanağımı küləklər oxşar. Dodağım öpüşü sulardan alır. Sən hardan biləsən sevmək nə demək? Sevənlər sübhəcən yuxusuz qalır. Ulduzlar rəfiqim, torpaq sirdaşım. Əl açıb göylərə zikr eləyirəm. Elə aşiqləri görürəm bəzən. Tənha qaldığıma şükür edirəm. Təşəkkür edirəm. Kəmalə Qubadlı buyurub bu gözəl məclisə Namiqi təbrik etməyə. Buyursun. Danəndə səbrin olsun. Sözlərinə hikmət saxla dinəndə səbrin olsun. Çək cilov havalanar, səni salar gümana, tərəqqinin köhlənini binəndə səbrin olsun. Bu dünya ki gör götürdür talehindən küsməsən. Dağlara bax, gah dumandır, gah çiskindir, gah da çən. Ya namərdin, ya nadanın, ya nakəsin əlindən ocağına su tökülsə, sönəndə səbrin olsun. Yazıq bəhmən aqibəti, oddur, sudur dünyanın. Əyil ana torpağı öp, sonu budur dünyanın. Alçalmaq da, ucalmaq da qanunudur dünyanın. Bəxtin quşu göydən yerə, enəndə səbrin olsun. Sözlərinə hikmət saxla, dinəndə səbrin olsun. Ustadımıza Allah rəhmət eləsin, sizlərə də can sağlığı.
Ona görə Çox sağ olun, bir daha təbrik edirəm. Teşekkür ederim. Kemal Ağam çok sağ olun. Aşıq Ələsgər ama əksini deyirdi. İltimas eylərəm gedən canlardan. Dost düşman içinde yar oynamasın. Cavan da oynamaq ona xoş gəlir. Bizə əksikliyi var, oynamasın. Xudam, mərdin işin salma müşkülə. Əhli dili yetirsən əhli dilə. Gülü bülbülə yaz, bülbülü gülə. Gönçənin üstündə xar oynamasın. Ələskərəm, gözəllər də əzbərim. Dilim qələmimdir, sinəm dəftərim. Zəhmət zillət çəkən, yazıq əllərim. İnsaftımı səndə, nar oynamasa. Ustada rəhmət sizlərə can sağlığı diləyirəm. Gözəl müğənnimiz, sevimli müğənnimiz Yaqut Babayeva gəlib bugünkü təbrikə. Alqışlarınızı əsirgəməyin əziz dostlar. Çox sağ olun. Çox sağ olun. Axşamınız xeyir sevgili qonaqlar. Mən də sizin kimi Namiqin yubileyinə, ad gününə gəlmişəm. Ürəkdən təbrik edirəm Namiqi. Və buna böyük zirvələr fəth etsin.